Soruşursan ki arasında belə bir söz var ki, göz deyənin gözü çıxsın. Gözü deyənin gözü çıxsın, bəddua edirlər də. Əgər bir kəs bilsə ki, onun gözü dəyir, insanlara gözü dəyir və bilərəkdən Allahdan bərəkət istəmir bir şeyi gördükdə, xoşuna gəldikdə və istəmir, bildiyi halda edirsə də, e, zərər çəkən kəs ona bəddua edə bilər. Amma bir də ki, bir insan özü bilmədən gözü dəyə bilir. Belə bir şey olur. Hətta insanın özü-özünə, öz evladına, öz ailəsinə gözü dəyə bilər. Öz işinə, öz miniyinə gözü dəyə bilər. Bunun üçün də bilmədən olduğu üçün, yəni elə demək olmaz. O insan bilmədən onun gözü dəyir. Sən də bəddua edirsən. Yaxşı olar ki, yəni bilərəkdən edən kəslərə, bilərəkdən Allahdan bağışlanma istəməyən, bərəkət istəməyən kəslərə insan eləyə bilər bu bədduanı. Amma ümumən mütləq olaraq belə deyim, bir insan bilmədən gözü dəysə ona mən bəddua edim. Bu belə olmaz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bir sahabə qardaşını çimdiyi halda görəndə deyir, nə ağ bədəni var bunun. O çimən insan yerə dəyir, sudurqası tuturdu, sudurqa tuturur. Gözü dəyir də bu insanın. Peyğəmbər sallallahu yanına gedəndə deyir, sizdən biri nəyə görə qardaşını öldürür? Onda xoşa gələn bir şey gördükdə Allahdan bərəkət istəsin. Bərəkət üçün Allah bilir.